Salam uşaqlar. Demək 15 suallıq hidrogen oksigen su bölməsinə aid olan sınaq testimizin izahını verirəm. Deyir, hidrogen və oksigen qazlar qarışığı reaksiya daxil olub və hidrogenin həcmcə 50% reaksiya daxil olub, oksigen isə hamısı reaksiya daxil olmuşdur. Verilişin qarşıda hidrogenin həcm payını müəyyən edin. Biz bilirik ki, 2 həcm hidrogen, 1 həcm oksigenlə reaksiya girir və bu zamanları 2 mol su alınır. Bilmirik başlanğıcda nə qədər olub hərəsindən. Ancaq deyir ki, reaksiya deyir 50% hidrogen daxil olub. Bunun da əmsallarına uyğun əgər 2x qədər hidrogen sərf olunubsa, x qədər də oksigen sərf olunub götürürük. Demək deyir, oksigen hamısı sərf olunub. Oksigen x idi, hamısı da sərf olundu. Hidrogen isə 50% sərf olunub. Əgər hidrogenin 50% 2x-dırsa, demək onda 100% başdan olub 4x. Demək bizim başlanğıcda 5x qədər qazımız olub, 4x hidrogenin həcmi, x də oksigen. Və bizdən soruşur ki, demək ilkin qarşıda hidrogenin həcm payını tapın. Demək 4x qədər ilkin qarşılıqda hidrogenimiz var idi. Onun da həcm payını tapanda eləyəcək neçə? 80%. Yəni 4x ümumi həcmə bölür, nə edirik? 100%-ə vururuq, eləyir 80%. Cavab olur B variantı. İkincidə deyir ki, hidrogenindən xam mal kimi istifadə edirlər sənayedə. Sənayedə metanın alınmasında xam mal kimi istifadə olunurdu. Sonra laboratoriyada kalsium hidridin və xlorid turşusunun alınmasında xam mal kimi istifadə olunurdu. Yəni X-ə aid olacaq metan, ikinci, üçüncüyə aid olacaq kalsium hidridlə H-xlor. Əslində H-xlordan burada sənayedə də almaq olar. Necə cavabı bu şəkildə veribdir. Sonra üçüncüyə baxırıq. Üçüncüdə uşaqlar bu cavabı səhv veribdir. Yəni o cavab kartında səhvdir. Burada demək baxırıq ki, molekul 2 atomludur. Yəni bu hər ikisinə gedir mərkəzə. Allotropik şəkil dəyişməsi mövcuddur. Demək bu hara gedəcək? Gedəcək oksigenə. Sonra deyir ki, havadan yüngüldür. Bu gedəcək hidrogenə. Və guruldayıcı qazın tərkibindədir. Biz də bilirik ki, hidrogen və oksigen də hər ikisi guruldayıcı qazın tərkibindədir. Ona görə gedəcək 4 mərkəzə. Demək, cavabda başqa variant verib. Ancaq gəlin baxaq, indi burada səhv eləmirəmsə D variantı uyğun gəlir. Yəni birinciyə 3, ikinciyə 1, 4 və üçüncüyə də uyğun gəlir. 2 cavab olur D variantı. Sonra deyir, oksigen və ozon qazları üçün xarakterik xassələri müəyyən edin. Sıxlıqlar havadan çoxdur. Bəli, hər ikisinin sıxlığı havadan çoxdur. Sonra deyir ki, demək, rəngsiz və iysizdir, bu oksigenə aiddir. Demək, 1 hər ikisinə aid oldu. 1 hər ikisinə aid oldu. 2 aid oldu oksigenə. 3 də deyir, gümüşü oksidləşdirir. Gümüşü ozon oksidləşdirir. Oksigen oksidləşdirə bilmirdi. Çünki oksigenin oksidləşdiricilik qabiliyyəti gümüşdən az idi. 5-ciyə baxırıq, deyir, hansı birləşmələrin tərkibində təbiətdə, oksigen hansı birləşmələrin tərkibində təbiətdə geniş yayılmışdır? Suyun tərkibində təbiətdə geniş yayılıb, bir də silisium okin, yəni qumun tərkibində təbiətdə geniş yayılıb, cavab olacaq Y variantı. 6-cıya baxırıq, deyir, metan qazı 1500 dərəcədə parçalandıqda biz bilirik ki, C2H2 bir də hidrogeni alınır. Kalium iodidin ozonlu məhlulda reaksiyasından alınır. Nə kalium hidroksid, yod çıxırdı, buradan bir də çıxırdı oksigen. Buradan bir də yod çıxırdı. Sonra amonium dexromatın parçalanmasından alınırdı azot, xrom 3 oksid, bir də alınırdı su. Sonra metanın 1000 dərəcədə parçalanmasından alınırdı karbon və hidrogen. Və bir də deyir ki, mürəkkəb maddələrin sayı 0-dırsa, demək birinciyə gedəcək 4, çünki 2 dənə bəsit maddə alınır. İkincidə deyir ki, bir dənə mürəkkəb maddəsi var, birincində bir dənə mürəkkəb maddə var, bir də ikincidə bir dənə mürəkkəb maddə var. Demək, buraya getdi 1 ilə 2. Sonra üçüncüdə deyir, 2 dənə mürəkkəb maddə var, burada 2 dənə, yəni amonium dixromatın parçalanmasından 2 dənə mürəkkəb maddə var, onda üçüncüyə də getdi 3. Demək, cavabımız olacaq. Demək, üçüncüyə bu B variantı. Sonra gəlirik, deyir, hidrogen oksidləşmə dərəcəsi müsbət 1 olsun. Ancaq bəsit maddələrdən birbaşa sintez olunma qabiliyyəti olmasın. Burada oksidləşmə dərəcəsi müsbət 1-dir, bəli, fosforla, ancaq silisiumla mənfi 1-dir, amoniakla müsbət 1-dir, alüminiumla da mənfi 1-dir. Burada birbaşa qarşılıqlı təsirindən alınmır.
demək fosforun, silisiumun, alüminiumun. Ancaq oksidləşmə dərəcəsi təkcə burada fosforla müsbət 1-dir. Bunlarla mənfi 1 olduğu üçün cavab olacaq yalnız 1. Amonium klorida qarşılıqlı təsirindən alınır. Deyir alınmasın birbaşa qarşılıqlı təsirindən. 8-cidə baxırıq. Demək oksigenin təbiətdə laboratoriya sualtı qayıqlarda alınma reaksiyasının birinci laboratoriyada alınma reaksiyasıdır. Getdi demək ikinciyə. İkinci təbiətdə alınma reaksiyasıdır. Üçüncü həm elektrolizdə, həm laboratoriyada alarıq da, yəni təbiətdə almaq onsuzda. Bunun da olur 3. Sonra dördüncüdə sualtı qayıqlarda, bu da olur dördüncü reaksiya. Demək cavab olur 2, 1, 3, bir də 4, B variantı. Oksigen və hidrogenlə reaksiya daxil olan maddələri müəyyən edin. Silisium oksigenlə daxil olur, hidrogenlə daxil olmur. Birinci oksigendir, ikinci də hidrogendir. Demək silisium bir burada var, bir də burada var. Sonra brom da oksigenlə daxil olmur, hidrogenlə daxil olur. Demək 2 də gedəcək 2-yə. Üçüncü kükürtdür, hər ikisinə reaksiya gedir. Ona görə cavab olur A variantı. 10-cuya baxırıq. 1 mol natrium peroksidinin üzərindən artıq miqdarda karbon qazı keçirilib. Və biz bilirik ki, bu zamanlara alınır natrium karbonat və bir də oksigen qazı çıxırdı. Əmsallaşdırında bunların hər ikisinin qarşısına düşür 2 əmsalı. 1 mol deyir, artıq miqdarda götürülmüş karbon qazı keçirilir və reaksiya tam gedir. Bərk qalığın kütləsi dəyişməsini müəyyən edin. Yəni bərk qalıq burada budur. Sağ tərəfdə də natrium karbonatdır. Hər ikisində natriumlar eynidir kütləsi. İndi oksigenə baxaq. Burada oksigen 2 dənədir, burada oksigen 3 dənədir. Demək 16 qram oksigen kütləsi artıb. Bir dənə də karbon atomu artıb. Demək 12 karbon atomunda kütləsi. Demək kütlə 28 qram kütlə neynəmişdir? Artmışdı. Cavab olur B variantı. 11-ci testdə baxırıq. Deyir, hansı reaksiyada sintez qazı və yaxud 1-1 mol nisbətində qaz alınır? Birincidə sintez qazı alınır uşaqlar. İkincidə də demək buna deyirik su qazı. Su qazının, sintez qazının hər ikisinin tərkibi eynidir. Sadəcə olaraq metanla alınanda deyirik sintez qazı. Karbonun su ilə reaksiyasına deyirik ki su qazı. Sonra bunları gəlin əmsallaşdıraq. Demək bunun qarşısına düşəcək 3. Burada 1-1 nisbət olacaq. Burada 2 dənə karbon var. 4 dənə hidrogen, burada 2 dənə. İndi biri də deyir ki, demək sintez qazı 1 aid oldu burada sintez qazına. Sonra deyir ki, 1-1 mol nisbətində qazlar alınır. 1-1 mol nisbətində qaz, 2-dən 1-1 mol nisbətində qaz alınır. Üçüncüdə həm 1-1 mol nisbətində alınır, həm də ki, bunun adı da elə sintez qazıdır. Ona görə cavab uyğun gəlir Y variantına. 12-ciyə baxırıq. 50 qram natrium nitrat qızdırdıqda onun 85% parçalanmışdı. Əvvəlcə gəlin, demək 50-nin baxaq 85%-ni nə qədər eləyir? Demək eləyir 42,5 qram. Demək 42,5 qram natrium nitrat parçalanmışdı. Natrium nitratı parçalayanda uşaqlar alınır natrium nitrit. Bir də buradan çıxır oksigen qazı. Bura 2 əmsal düşür, burada 2 əmsal düşür. İndi bizdə baxırıq ki, kütlənin azalmasına baxaq. Deyir ki, bərk qalığın kütləsi neçə faiz azalmışdı. İndi bax, bura baxsaq uşaqlar, elə bu 2 əmsallarını qoyaq qırağa, hələ bizə heç lazım deyil. Bax, burada natrium, azotdur. Birdən baxırıq ki, burada NO2 alınır, özü istəyirəm, NO2 alınır. Burada oksigen atomu 3 dənədir, burada 2 dənədir. Yəni, burada görürük ki, 85 qram reaksiya girəndə burada natrium NO3-dür, burada natrium NO2 alındı. Yəni, kütlə 16 qram azaldı. Yəni, bir oksigen atomu qədər kütlə azalıbdır. Sonra bizim isə 42,5 qram natrium nitratımız reaksiyaya girib. Onda kütlə X azalacaq. O deyəcəklə 8 qram kütlə azalacaq. Demək, kütlə 8 qram azaldı. İndi bizdən axırda soruşur ki, bərk qalığın kütləsi nə qədər azaldı? Bərk qalıq başdan 50 qram idi. Yəni, 50 qramın 85% azaldı. Ancaq bərk qalıq həmin bu 50 qramı soruşur ki, bizdən kütlə payı nə qədər azaldı? Demək, 80-i bölürük 50-yə, vururuq 100-ə. Bərk qalığın kütləsi ümumilikdə azalıb 16%. Sonra 13-cü testə baxırıq. 60 qram kükürt və karbon qarışığının tam yanmasına 56 litr oksigen sərf olmuşdur. Uşaqlar, bu 56 litri gəlin çevirək mola, eləyəcək 2,5 mol.
demək 56 litrimiz elədi 2,5 mol. İndi bunlara baxaq. Demək kükürdün oksigenlə reaksiyasından alınır SO2, karbon oksigenlə reaksiyasından alınır tam yanma olduğu üçün CO2 özü deyir tam yanmadır. Demək reaksiyamızda baxırıq ki 32 qram kükürt 1 mol oksigenlə reaksiyaya girir. Onda 32x qədər kükürt nə qədər oksigenlə reaksiyaya girir? X qədər girir. Bura baxırıq 12 girir 1 mol oksigenlə reaksiyaya. Onda 12y-də girer nə qədər? Y qədər oksigenlə reaksiya. Bizə deyir ki, bunların kütlələri cəmi, yəni 32x-la 12y cəmi eləyibdir 60 qram. Sonra oksigenlərin molu isə x-la y-in cəmi isə neçəymiş? 2,5 imiş. Bizdən axırda soruşur ki, ilkin qarşıda kükürdün kütlə payını tapın. Gəlin buradan əvvəlcə kükürdün kütləsini tapmaq üçün bunu 12-yə vuraq, -12-yə. Demək bu eləyəcək -12x üstünə gəlsin, yox çıxılsın. 12y 2,5-də 12-yə vuranda 20, 30. Bu da eləyəcək 30. Demək bunları tərəf-tərəfə toplasaq uşaqlar burada olacaq 20x bərabərdir 30-a, x də bərabərdir 1,5-ə. Demək bizim 1,5 mol burada kükürdümüz var imiş. Demək bizim də kükürdün kütlə payını tapsaq, ümumi kütləmiz 60 idi. Demək 1,5-i vursaq 32-yə, bölsək 60-a. Demək 0 olsa, burada 100% var da, vurulsun 100% bərabərdir. Demək elə 15-ə ixtisar geçsək, burada 1 qalar, burada 40 qalar. Bundan da bu geçsə, burada qalar 8, burada o deyəcək 80%. Demək ilkin qarşılığımızda bizim 80% kükürdümüz var imiş. 14-cüyə baxaq uşaqlar. 14-cüdə deyir 5 mol oksigen qazı ozonartordan keçirilir və ümumi mol faizi 20% azalır. Mol sayı 20% azalır. 5-in 20% uşaqlar eləyir neçə? 1 mol eləyir da. 20-ni vurarıq 5-ə bölərik 100-ə. Eləyəcək neçə? 1 mol. Demək 1 mol azalma baş verir burada. 3 mol oksigendən 2 mol ozon əmələ gəlir. Bax buradan 3-dən 2 əmələ gəlir. Demək burada 1 mol azalma baş verib. Demək burada da onda bu 5 mol oksigenin 3 molu reaksiya daxil olub da. 3 mol reaksiya daxil olub, alınıb 2 mol ozon və bu 2 molu da qalıb. Demək 5-dən başlanğıcda nə imiş? 5 imiş. Reaksiya daxil olub, başlanğıcda 5 imiş. Reaksiya daxil olub 3-ü. Demək qalıb, bunda tarazlıqda olanda da, yəni sonda da qalıb neçəsi? 2-si. Yəni 2 molda qalıb. Demək 2 mol oksigen qalıb və reaksiya nəticəsində 2 molda nə olub? Ozon alınıb. İndi gəlin bu bizə verdiyi testə görə bizdən nəyi soruşur? Deyir 2 mol ozon əmələ gəlir, bu düzdür. Deyir əmələ gələn qarışıqda ozonun həcmcə 50% düzdür. Yəni 2 mol ozon əmələ gəlirsə də dedik 2 mol oksigen neyinir? Artıq qalır. Çünki 3 reaksiya gedir, 1 mol azalma var. 1 mol azalma olanda 3 mol oksigen reaksiyaya girir. 2 mol ozon alınır, onda 1 mol azalma baş verir. Onda ikinci də doğrudur. Əmələ gələn qarışıqda O3 kütləcə 50%-dir. Xeyr, kütləcəyə görə 50% mi eləyir? 2 mol oksigen eləyir, demək 64 qram. 2 mol ozon 96 qram, yəni bu səhvdir, kütləcə deyil, həcmcə ola bilər. İlkin maddənin sıxlığı əmələ gələn qarışığın sıxlığından çoxdur. Əmələ gələn ilkin maddənin sıxlığı